Hər vaxtınız xeyir. Bugün sizə göstərəcəm ki, bizim Excel sifariş formamızla avadanlıq icarəyə götürmək əslində nə qədər asandır. Gəlin elə birbaşa başlayaq. Bəs saytımızdan birbaşa avadanlığı necə icarəyə götürmək olar? Bax, elə bu qısa bələdçidə biz addım-addım bu sualın cavabını verəcəyik. Prosesin nə qədər sadə olduğunu özünüz görəcəksiniz. Yaxşı, gəldik birinci bölməyə. Sifariş faylını əldə etmək. Hər şeydən qabaq bizə o məşhur Excel faylı lazımdır. Deyə bilərik ki, bütün işin başlanğıcı məhz budur. Proses həqiqətən çox sadədir. Baxın, ilk olaraq ana səhifədə avadanlığın icarəsi bölməsinə daxil olursunuz. Orada icarə siyahısını yükləmək üçün bir link görəcəksiniz. Ona klikləyin və salam, fayl yükləndi. İndi onu istər kompüterdə, istər planşetdə, istərsə də telefonda aça bilərsiniz. Faylımız artıq əlimizdədir. İndi isə keçirik ikinci bölməyə, yəni öz məlumatlarımızı daxil etməyə. Bu hissədə çox asandır. Deməli, faylı açan kimi ən yuxarıda bir neçə boş xana görəcəksiniz. Sifarişi seçməyə başlamazdan əvvəl gəlin bu hissəni dolduraq. Bu ona görə vacibdir ki, biz sizin kim olduğunuzu bilək və lazım olanda sizinlə əlaqə saxlaya bilək. Bax, burada gördüyünüz kimi adınızı, əgər şirkət adından müraciət edirsinizsə, şirkətin adını, əlaqə nömrənizi və e-postunuzu uyğun xanalara yazırsınız. Bu qədər sadə. Məlumatları da daxil etdik. İndi isə gəldik çatdıq üçüncü, yəni ən maraqlı hissəyə, sifarişimizi yığmağa. Gəlin görək bizə nə lazımdır. Burada çox faydalı bir funksiya var. Bunu mütləq bilin. Əgər hansısa məhsul haqqında daha çox məlumat istəyirsinizsə, sadəcə onun adına və ya şəklinin üzərinə klikləyin. Bu sizi birbaşa saytımızdakı həmin məhsulun səhifəsinə aparacaq. Orada bütün detallara baxa bilərsiniz. Çox rahatdır, deyilmi? Deməli, proses necə gedir? Birinci, məhsulun adına və ya şəklinə klikləyib, saytda onunla tanış olursunuz. Qərar verdikdən sonra Excel faylını qayıdıb, sifariş sayı xanasına neçə dənə istədiyinizi yazırsınız. Siz sayı yazan kimi görəcəksiniz ki, həmin məhsulun ümumi qiyməti avtomatik hesablandı. Bax, bu prosesi icarəyə götürmək istədiyiniz bütün avadanlıqlar üçün təkrar edirsiniz. Orada bütün sifarişinizin yekun məbləği artıq avtomatik olaraq hesablanıb. Heç bir əlavə hesablama aparmağa ehtiyac yoxdur. Sistem hər şeyi sizin üçün edir. Sifarişimiz demək olar ki, hazırdır. Yaxşı, bəs indi nə etməliyik? Gəlin son addımlara baxaq. Və sonuncu, dördüncü bölmə, sifarişin bizə göndərilməsi. Gəlin görək bu hazırladığımız faylı bizə necə çatdıra bilərsiniz. Burada da hər şey çox asandır. İlk növbədə mütləq doldurduğunuz Excel faylını kompüterinizdə yadda saxlayın ki, dəyişikliklər itməsin. Sonra yeni bir e-poçt yazın və bu yadda saxladığınız faylı həmin məktuba əlavə edin. Faylı göndərəcəyiniz e-poçt ünvanı isə budur. Zəhmət olmasa ünvanı diqqətlə yoxlayın ki, sifarişiniz bizə gəlib çatsın. Vəssamam, bu qədər. Sifarişiniz artıq yerləşdirilib. Təbriklər. Bundan sonra nə olacaq? Heç narahat olmayın. Sifarişiniz bizə çatan kimi komandamız ona baxacaq və tez bir zamanda detalları dəqiqləşdirmək üçün sizinlə əlaqə saxlayacaq. Artıq sifariş verməyi nə qədər asan olduğunu özünüz də gördünüz. Elə isə bir düşünün, növbəti layihəniz üçün sizə nə lazımdır? Sifarişinizi səbirsizliklə gözləyirik.